Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Rüfət müəllim İşğəliyev. Bu günlərdə maraqlı bir mövzu ilə qarşınızdayım və qeyd etmək istərdim ki, artıq bizim bu tipdə riyaziyyatın maraqlı mövzularından olan qısa bir izahlarımız yavaş-yavaş yekunlaşacaq və inanıram ki, bunlar sizlər üçün faydalı və maraqlı oldu. Bizim bugünkü mövzumuz xeyirxah ədədlər mövzusudur. Uşaqlar, əslində əvvəlcə sizə bunu bildirmək istərdim ki, ədədlər hər biri bizim hesablama aparmağımız üçün lazım olan vasitələrdir. Bunların yaxşı, pis, düşərli, düşərsiz, mənfi, müsbət kimi ayırmaq doğru deyil. Hər bir ədəd özündə bizim üçün lazımlıdır, dəyərlidir. Sadəcə olaraq bəzi riyaziyyatçılar bu ədədlərə məna yükləyiblər. Onlar üçün bir mənalanıb, o səbəbdən xeyirxah ədədlər və bədxah ədədlər deyə, yəni yaxşı və pis ədədlər deyə ayrılmalar həyata keçiriblər ki, bu da sadəcə olaraq riyazi bölgü deyil. Yəni elm olaraq bunu belə tam qəbul edilmir. Riyaziyyatçıların verdiyi mənaya əsaslanır. Bu günləri mən sizlərə xeyirxah ədədlər haqqında danışacağam. Ümumiyyətlə bədxah ədədlər haqqında video çəkməyəcəm. Düşünürəm ki, biz də elə xeyirxahlıqdan danışaq, yaxşılıqdan danışaq ki, daha da xeyirli olsun. Demək uşaqlar, əsasən bununla məşğul olub qədim İraqda yerləşən qədim Xaldeylər deyilən bir dövlət var idi. İraq ərazisində, indiki İraq ərazisində qədim Xaldeylər deyilən bir dövlət var ki, o dövlətin alimləri əsasən bunu belə adlandırıblar. Yəni necə adlandırıblar? Onların düşüncəsinə görə 12 və 60 ədədləri xeyirxah ədədlərdir. Bu da nəyə görə belə baş verib? Qədim insanlar teleskop olmasa da ayı gözlə görmək mümkündür və onlar bir il ərzində görüblər ki, bir fəslin dəyişdiyi, bir ilin dəyişdiyi zaman ay 12 dəfə bədirlənir və yaxud da 12 dəfə hilal şəklində görsənir. Və onlar artıq bunu müqəddəsləşdiriblər özlərinə ki, 12 müqəddəs bir rəqəmdir. Və eləcə də 60 ədədi özü də 12-nin misilləri olduğuna görə 60-ı da müqəddəsləşdiriblər. Və eləcə də 360 ədədi də qədim xaldeylərdə müqəddəs ədədlərin hesab olunur. Bəlkə də siz düşünə bilərsiniz ki, tam bucağın 360 dərəcə olması da bundan bağlıdır. O haqda da araşdırmalar aparıb nələrsə söyləmək olar. Amma fakt budur ki, 12 və 60 ədədinin müqəddəsliyi xaldeylərlə bağlıdır. Bundan əlavə, uşaqlar, qədim xaldeylər deməli Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter, Saturn 7, yəni həmin dövrdə olan 7 planeti göz cismini olduğuna görə 7 rəqəmini də müqəddəs hesab edirdilər və ona görə də həftəni 7 gündən ibarət düşünmüşdülər. Yəni hər gün 7 gündən bir təşkilladırdılar özləri üçün. 7 rəqəmin müqəddəs olmasını oradan götürmüşdülər. Bundan başqa 17 ədədi bildirmək istədim ki, mənim ən sevimli ədədlərimdən biridir. Necə deyərlər, düzdür, mən ədədlər arasında ayrı seçkilik eləmirəm, lakin 17 ədədini bir ayrı bir doğmalıq var ki, bu ədədi çox sevirəm. Və 17 ədədinin bəzi riyaziyyatçılara görə bədxahdır, bəzi riyaziyyatçılara görə xeyirxah ədəddir. Mən də buna xeyirxah tərəfindən danışacağım. 19-cu əsrdə Gauss var ki, dahi riyaziyyatçılardan biridir. O bildirmişdi ki, deməli, çevrənin daxilini 17 bucaqlı çəkmək. O bunu bacarmışdı. Və ondan sonra artıq 17 rəqəmi riyaziyyat aləmində müsbət mənalı, xeyirxah ədəd kimi qalmışdı. Yəni bunun xeyirxah olması Gauss'un adı ilə bağlıdır yoldaşlar. Bundan başqa 3, 7, 40 bunları nəyə görə yazmışam? Siz baxsınız Azərbaycan ədəbiyyatında belə bir deyimlər var. Atalar üstdən deyib. 1-2-3 dəfə görməyə çalışma. Bu kimi. Sonra məsələn 7 ilə bağlı deyiblər ki, 7 gözəl. 7 ilə bağlıdır. Sonra 7 ilə bağlı başqa bizim el deyimlərimiz var. Əsərlərimizin adları var. Bundan başqa 40 ilə bağlı deyir ki, səhv eləmirəmsə, indi mən tam olaraq ədəbiyyatçı deyiləm, belə bir deyimlər var. 40 gün, 40 gecə hansısa padşah öz oğluna toy elədi və yaxud da 40 gün, 40 gecə düşmən üzərində qələbə saldıqları üçün bayram elədilər. Yəni burada da 3, 7, 40-ın bir növ əlaqələndiriblər, buna xeyirxah ədədlər deyən ad veriblər uşaqlar. İstədim qısa olaraq bəzi məsələləri deyim. Bəzi şəxslər olur ki, 13 rəqəmini mənfi adlandırır, bədxah ədəd adlandırır. Yenə də uşaqlar bildirmək istərdim ki, ədədlərin xeyirxah və bədxahlığı deyilən bir məna yoxdur. Son sadəcə riyaziyyatçılar bu elmə bir növ fikirləridir, səsləndirirlər.
Zaten siz də düşünməyin ki, 13 nəs rəqəmdir, yəni pis rəqəmdir və yaxud 14 necə pisdir. Belə şeylər qətiyyən düşünməyin. Hər bir ədəd təyinatı ondan ibarətdir ki, alimlər şərtləşiblər ki, bizim həyat fəaliyyətimizi daha da rahatlaşdırsınlar. Biz onlardan istifadə edərək yeni elmi kəşflər eləyək, yeni elmi nailiyyətlər əldə edib daha da maariflənək. Sadəcə olaraq bu alimlərin verdiyi mənalardır ki, bəzilərində yaxşı məna yüklüdülər, bəzilərində mənfi məna. Və bir məlumat da qeyd etmək istərdim ki, demək yoldaşlar, bəzi alimlərin düşüncəsinə görə tək ədədlər cüt ədədlərə nisbətən daha xeyirli ədədlərdir. Nəyə görə? Çünki cüt ədədlər, məsələn, desək ki, 16, bunun əvvəli, sonu, ortasını tapmaq mümkün deyil. Amma tək ədədlərdən desək ki, məsələn, 17 son 17 oldu, məsələn, nə deyil? Bunun əvvəli olur 1. Ortadakı rəqəmi tapmaq olur, yəni qıraqlardan bir silsək, median kimi də, onda ortadakı rəqəmdə nə olur? Tapmaq mümkündür. O səbəbdən alimlər qeyd edirlər ki, tək rəqəmlər daha xeyirxah ədədlərdir. Cüt rəqəmlər isə daha bədxah ədədlər hesab olunur. Yenə də bildirirəm, bu sadəcə olaraq maraqlı bir məlumat idi. Riyaziyyatçıların bəzilərinin verdiyi mənalardır ki, istədim ki, bu barədə də sizlər üçün bir video material hazırlayayım. İnanıram ki, siz də bunu öyrəndiniz, sizlər üçün faydalı oldu və düşünürəm ki, bu kimi bundan sonra bir də başlıqda videomuz var. Onun da adı sürpriz olsun. İnşallah onu da paylaşandan sonra başlayacaq biz nəyə? Başlayacaq 9-cu sinif buraxılış imtahanına, eləcə də 11-ci sinif buraxılış imtahanına, qəbul imtahanlarına düşə biləcək sualların izahlarına. İnşallah ki, cəmiyyətimizə faydalı olmaq, xalqımıza faydalı olmaq adına irəliləyək, xeyirlisin hər bir şeyin yaxşı olacağına və sizlərin də bunların daha yaxşı öyrənəcəyinizə inanıram. İşiniz avand olsun, hələlik.